Hər vaxtınız xeyirli uğurlu olsun mənim əziz və dəyərli bacılarım. Yeni gündən, yeni bir vlogda xoş gördüm hər birinizi. Necəsiz qızlar? İnşallah hər biriniz yaxşısınız. Tək yaxşı olun. Mən də şükürlər olsun yaxşıyam. Çox darıxmışam sizin üçün. Axırı ki neçə gün aradan sonra gəldim, qayıtdım. Başım qarışıq idi bu aralar qızlar. Daha doğrusu səbəbi isə yəni dişimlə bağlı problemlərim var idi. Müalicəyə gedirdim. Ona görə də bir müddətlik ara verməli oldum. Həm də nə yalan deyim, aralar biraz motivasyonum da aşağı idi. Ona görə də yəni vlog çəkmək, montaj etmək falan belə kimi işlər heç həvəsində deyildim. Belə deyək ki, bir növdə buna səbəb elə video izləmə sayının aşağı olmasıdır. Yəni heç ilham ala bilmirəm. Bilmirəm məndədir problem, yoxsa ki məni izləyənlərdədir. Heç yəni getmir də irəli mənim kanalım, mənim videolarım qabağa getmir. Bu nə ilə əlaqəlidir, heç başa düşə bilmirəm. Amma onu da deyim ki, qızlar, yəni mən belə düşünürəm ki, problem nə məndədir, nə də sizdə. Sağ olun, yetərincə qədər dəstək olursunuz. Allah razı olsun hər birinizdən. Özümdə də ona görə problem görmürəm ki, normal düşünürəm ki, heç də pis vloglar hazırlamıram, çəkilişlər etmirəm. Yəni bəyəniləsi vloglarım olur, mən belə düşünürəm. İndi siz nə fikirləşirsinizsə onu, yəni ümumiyyətlə belə mən videolarımla bağlı fikirlərinizi rəy bölməsində bildirsəz çox sevinərəm. Bəlkə də doğrudan da problem məndədir. Amma bir şeydən şübhələnirəm qızlar. Bu hardasa nə vaxtdan yəni izləmə sayım düşdü, yəni videolarımda onu çatdırmaq, yəni fikrimi çatdırmaq istəyirəm. Hardasa bir keçən il idi ya iniş il idi, bilmirəm, bu Fələstinlə İsrailin müharibəsi dövründə olan vaxtdan danışıram da, bildiniz hansı vaxtdan. Onda bir shorts paylaşmışdım həmən bu müharibə ilə bağlı. O shortsum mənə nəsə belə şey gəldi də. Uyarı kimi bir şey gəldi və nəsə blok oldu həmən video, nəsə belə ard-arda bir neçə dənə bildirişlər gəldi o videoya görə. Və ondan sonra həmən o shorts videosundan sonra mənim izləmə sayılarım düşməyə başladı. Və elə o vaxtdan bəri, yoxsa ona qədər videolarım yaxşı da izlənilirdi. Yəni hər şey yaxşı gedirdi. Ondan sonra nə oldusa ondan sonra oldu da deməyim odur qızlar. Və bunlar deməkdə qızlar əslində məqsədim var. Yəni bu da deməkdir ki, dəstək gözləyirəm də bir sözlə sizdən. Bir kanalı spamdan çıxartmaq üçün dəstək mütləqdir. Və bunun üçün nə etmək lazımdır? Sadəcə olaraq bir yorum, bir bəyəni yetərlidir. Hər əlinizdən bir yorum, bir bəyəni alsam, çox ehtimal ki, çox güman ki, inşallah çıxaram bu çətin vəziyyətdən. Yəni abunə deyilsinizsə, abunə olsanız da sevinərəm, amma ki spamdan çıxmaq da, yəni abunə bir o qədər də rol oynamır. Əsasda yorumlarla bəyənidir də, like etməkdir. Ona görə də dəstəyinizi gözləyirəm hər birinizdən qızlar. Əgər mənim davamlı YouTube'da qalmağımı istəyirsinizsə, videolarımı görmək istəyirsinizsə, dəstəyinizi əsirgənməyin. İnşallah ki də inanıram ki, hər biriniz dəstək olacaqsınız. Öncədən hər birinizə təşəkkür edirəm, öpürəm hər birinizə. Belə qızlar, indi isə keçək vlogumuza. Üzürlü sayın vloga belə şeylə girdim. Sizdən dəstək istəyərək, kömək istəyərək belə təcili köməyə çağırış siqnalı ilə giriş etdim. İnanıram ki də kömək edəcəksiniz, dəstək olacaqsınız. Və vlogumuza davam edək. Qızlar, belə bunu da bilirsiniz ki, köhnə kadrlardan biridir. Yəni köhnə çəkilişlərdən biridir. Dediyim kimi, yəni silməyə əlim gəlmir belə, heyfim gəlir, əziyyətlə çəkmişəm deyə dedim elə. Silməkdənsə elə paylaşım, siz də izləyin.
Əslində bu paylaşımlar etmədiyim müddətdə bu neçə gündə çoxlu videolar çəkmişəm sizin üçün. Bu saat hal-hazırda telefon videolarla doludur, materialla doludur. Sadəcə olaraq elə bunları bir-bir montaj edib sizə təqdim etmək qalıb. İnşallah ki, onları da ardıcıl edərəm. Yəni dediyim kimi üzürlü səbəblərim var idi. Bir neçə gün yoxa çıxmağımda. Bu dediyim kimi dişimin müalicəsi biraz məni çox incitdi, get-gəl, həm də belə danışa bilmirdim, ağrılar falan. Nəsə getsin gəlməsin o günlər. Şükür indi yaxşıyam. Çalışacağam ki, tez-tez ardıcıl bu vloqları hamısını montaj edim, paylaşım sizinlə. Burada da yenə də gecikmiş vloqlardan biridir. Artıq üstündən neçə gün keçib, heç özüm də bilmirəm. Bu Shortsda paylaşmışdım əslində, elə o ərəfələrdə çəkmişdim. Qutab hazırlayırdım, dedim çəkim sizin üçün. Tənbəl qutabı belə deyək, hazır lavaşlardan. Ümumiyyətlə axır vaxtlar qızlar mən qutabı ancaq belə hazır lavaşlarla hazırlayıram. Yəni belə deyək ki, həm özümə əziyyət vermirəm, həm də ki vaxt itkisidir də. Çünki həmin bu lavaşlar heç baha da deyil. Yəni əziyyətinə dəymir də. Gedib orada mən xəmir yoğurum, lavaş açım, yəni yuxa açım. Elə alıram hazır belə lavaşlar, ürəyim istəyəndə belə hər bir hansısa bir işliklə belə hazırlayıram. Uşaqlar sevir bizdə, ona görə tez-tez demək olar ki, bu qutabı bizim evdə hazırlanır da. Yəni uzun müddətdir ki, mən artıq qutablı xəmir açmıram, lavaş açmıram da, ancaq belə hazır alıb hazırından hazırlayıram. Hazır qutablı xəmirlərdən bilirsiniz də bu alaçıyı bişmişdi. Biri var yuxa, bişmiş bu əsl qızarmış yuxalar. Bir də var belə alaçı qutablı xəmirlər. Həmən onu bayaq gördünüz də çanda paketini. Marketlərdə satılır bu. Ümumiyyətlə axır vaxtlar yəni belə bir növ alternativ yollar seçirəm də, ən rahatı nədirsə ona qaçıram. Elə qutablı xəmirləri də hazır alıram. Xingəli də hətta hazır alıram. Yəni özüm kəsmirəm. Sonra düşbərədir, düşbərə yox. Ərişdəni də hazır alıram çox vaxt. Bir tək düşbərəni özüm həmişə evdə hazırlayıram. Yəni xoşlamıram mən çöldən alınma düşbərəni. Heç vaxt, yəni fərqi yoxdur. Ən yaxşı yerdən belə alsam belə onun dadı mənim xoşuma gəlməyib də. Bir tək düşbərəni özüm həmişə hazırlamışam evdə. Qalan belə hazır alıram. Çünki həqiqətən də yəni əziyyətinə dəymir də. Unu alırsan, yəni bu xəmir, bu lavaşın içində 20 dənə olur da. Məsələn, bir xəmir yoğurduğun ən azı elə 1 kilodan bir 20 dənə çıxacaq da qutab. Eyni şey olur. Undakı neçəyədir? Heç bilmirəm, 1 manat falan olar da. Bu lavaş isə 2 manat, 2 manat 20 qəpik falan civarındadır. Yəni belə bir ki 1 manat ziyanına, amma ən azından əziyyət çəkmirsiniz. Ay xəmir yoğurmaq, ay lavaş saatlarla yuxa açmaq həqiqətən də yəni heç dəymir də. Ondan sonra elə belə hazır alıb hazırlamaq hamısından yaxşıdır. Bir də ki qızlar, bu Shortsda paylaşanda bir xanım yazmışdı ki, çiy qalıb. İndi siz mən burada sürətləndirmişəm də, sizə elə gəlir ki, qoydum tez götürdüm. Əslində elə deyil. Mən üstündə tam vamxoda qoymuşam. Belə az qızarmağına baxmayın, amma vamxodda olduğuna görə içi tamam yəni tam bişmiş vəziyyətdədir də. Belə həm də ki videoda niyəsə belə boz bulanlıq kimi görsənir. Əslində yəni göründüyündən realda şeydir də, qızarmış kimidir. Tam qutab görkəmindədir. Burada da niyəsə yəni xanımın qınamıram, çiy kimi görsənir, amma elə deyildi əslində. Hazırladım. Üzərinə də yağ çəkdim. Çünki ət yağsız idi. Özünüz də bayaq gördünüz də biraz yağ qatmışdım. Kərə yağı qatmışdım içinə. Ət yağsız olduğuna görə. Amma ki siz bişirərkən yağlı ətdən və yaxud quyruq da qata bilərsiniz içinə və yaxud hər hansı bir içliklə istədiyiniz içliklə də hazırlaya bilərsiniz də. İndi mən hazırladığım mal əti ilə idi. O da yağsız olduğuna görə mən həm biraz içinə qatdım kərə yağı, həm də üzərinə çəkdim ki, çox da quru olmasın. Çox dadlı da alınmışdı bu arada, göz haqqınızda halal edin. Çox
hasant, yəni yorulmadan başa gələn bir şeydir. Siz də alın, bişirin, sizə də nuş olsun. Əziyyətsiz, həqiqətən də çox rahat başa gələn bir şeydir. Elə yetəcək qədər hazırladım. Əslində 2 paçka almışdım xəmiri. Birini istifadə elədim elə. Bir paçkasını günortanı yedik. Bəs elədi də, yəni bu pişirdiyim doydu. Hətta gördünüz də 2 dənə də qaldı. Yəni deməyim odur ki, qızlar, onu da deyim ki, yəni bir nəfərə 5 qutab bəs eləyir. Yəni qutablar elə də böyük deyil də. Yəni məsələn mən 2 dənə qutabla doydum, amma yoldaşım 5 qutabla doydu. Yəni bir alarkən xəmiri onu nəzərə alın ki, bir adama 5 qutab doyuzdurucudur. 4-ü ilə də doymaq olur, amma 5 tam bir nəfər, 5 dənə qutabla bir adam doyur. Belə qızlar. İndi isə keçək videonun davamına. Burada da kargom gəlmişdi. Dedim elə onu da sizinlə birlikdə açım. Xırda para belə dekor əşyalar sifariş vermişdim. Onlardan biri də belə bir qızılı rəngdə LED lampadır. Bu bildiniz də, bu sadə elə çox satılan bir məhsuldur. Hər yəni Temuda ən çox satılan lampalardan, LED lampalardan biridir. Göbələk formasında, belə üzərindən vursan 3 pozisiyası var, 3 rəngdə. Elə üstündən belə toxunanda, sensorla da toxunanda işığı yanır və altından da söndürüb yandırma knopkası da var. Belə. Amma üstündən də belə söndürmək olur, amma tam söndürmək istəyirsə altından bir dəfəlik söndürmək olur və orada gördünüz də USB yeri də var. Yəni USB şnurla zərətkanı şarj edib, yəni lampanı şarj edib uzun müddət işlətmək olur. Və yenə də bir minnoş balaca bir lampa almışam. Bunu mətbəxim üçün almışam. Həm belə deyim ki, dekor kimi qəşəng görsənir, həm də ki, yəni lampa kimi istifadə etmək üçün. Əsasda belə videolarımda istifadə etmək üçün, gözəl görüntü almaq üçün almışam bunları. Həm də ki, yəni lampadır da, işıq söndü, istifadə etmək olar, yandırırsan, yəni şam yandırıb qoymaqdansa, şam təhlükəlidir də. Bunu belə yandırıb hər yerdən qoyursan, işıqlandırır. Bir sözlə, yəni deyərdim ki, gərəkli bir şeydir. Və eyni ilə o birisi lampa kimi, bu da yenə də şarj olunur, bir uzun müddət işlədirsən və həmən eyni üstündən toxunaraq həmin içinə, yəni sensorludur da bir sözlə. Daha sonra belə növbəti məhsul ikili duz qabı almışam. Biri duz qabıdır, biri istiot qabıdır, şüşədəndir. Ən sevdiyim rəngdə seçdim. Burada rəng seçimləri var idi, mən də sarı rəngi seçdim. Onu da yenə də mətbəxdə istifadə etmək üçün. Bilirsiniz, mətbəxdə məndə çox şey sarı-sarı, demələ uyğun gələr bu rəngdə olana. Və belə bir yağdanlıq götürdüm. Əslində yağdanlığım var, amma görüntüsü xoşuma gəlmirdi ya. Buna aldım. Bir köşə var, onu dəyişəcəm. Ona görə bunları alıram ki, hamısını tamamlayım. Sonda hamısını bir dəfə dəyişim. Onda sizin o dəyişikliyi də sizinlə bir yerdə edəcəm. O mətbəxdəki dəyişikliyi inşallah. Daha sonra belə bir blender almışam. Mini blender. Bundan məndə var idi qızlar. Yadınızdadırsa, Fuada belə şirələr falan hazırlayırdım, kokteyllər falan. Elə onu verdim Fuada ki, aparsın maması onun üçün evdə hazırlayar şirələr falan. Yəni vloqların birində bunu demişəm də. Demişdim ki, hətta özümə başqasını alacağım və aldım. Qoydum evdə ki, Fuad gələndə onun üçün şirələr hazırlayım. Həm də elə fərqi yoxdur, evdə də özüm istəyəndə də bir hansı ya şirə ya kokteyl hazırlayıram. Əsas da indi lap sezonudur. Yay ərəfəsində kokteyllik, yəni soyuq qəhvə, kokteyl və fərqi yoxdur, smuzi, hər bir şey hazırlamaq mümkündür. Tez-tez də hazırlayıram. Evdəkilər içir. Əsas da bu südlü kokteylləri çox sevirlər bizdə. Bu da yenə də qızlar digər lampalar kimi zərətkanı yığır. Xeyli müddət, yəni toka taxmadan zərətqasız istifadə etmək olar. Ümumiyyətcə bu Temudan alınan çox əşyalar USB ilə şarj olunan əşyalardır. Bu üstünlüyü daha çox bəyənirəm.
ki, yəni zaritka yığır, bir müddət işlədirsən. Və belə qızlar, bu da məhsul, son məhsulumuzdur deyəsən. Bu nədir? Bu da ki, dörtlü şəkildə kosmetik vasitədir. Biri allıqdır. Allıq deyəndə, yəni ənlikdən rumiana, iki rumianasıdır, bir bronzer, bir də highlighter var içində. Belə pis deyil qızlar, artıq istifadə edirəm. Bəyənirəm demək olar ki. Bu isə highlighterıdır. Bundan öncəsi bronzer idi. Belə burada da swatch eləyirəm ki, görəsiniz necədir. Bu da yenə bir rumianasıdır. Bu da yenə də bir ənlikdir. Belə fərqli, iki fərqli rəngdə ənliyi var. Belə qızlar. Bu dəfəki alışverişimizdə, tema alışverişimizdə bundan ibarət oldu. Bu dəfəki alışverişimdən də razı qaldım. Ümumiyyətcə, yəni mən araşdıraraq sifariş etdiyim üçün demək olar ki, hər sifarişimdən razı qalıram. Çünki diqqətlə araşdırıb daha sonra sifariş edirəm məhsulları. Belə, bu da bir uğurlu alışverişimiz oldu. Bir də qızlar, bu yaddan çıxıb, desən orada məbləği tamamlamaq üçün belə bir şey sifariş vermişdim, amma istifadə etdiyim şeydir, tez-tez sifariş edirəm. Yəni üst üçün lipuçkadır da. O da yəni gərəkli bir şeydir. Belə qızlar, bu da kargo açılımın sonu. Və daha sonra qızlar, axşama doğru çıxdıq gəzintiyə. Biz Zabrat ərazisində yaşayırıq da, yəni Zabratı tanıyanlar bilir, badamlıq deyilən bir yer var, boş ərazidir, badam ağacları ilə dolu, çox qəşəng bir yerdir. Gedib ora çıxmışdıq, gəzə gəldik, elə dedim, buradan da bir çəkiliş edeyim. Burada həm əncirlik deyilir, həm də badamlıq, yəni sezonu gələndə əncir, badam yetişir. Yəni heç vaxt sezonunda gəlməmişəm, həmişə belə ya payız vaxtında, ya tam, yəni bir sözlə, yəni o yetişən vaxtlarında gəlməmişik də. Elə çıxdıq hava, amma düzdür, hava dolub durub. Dedik, bəlkə yağmaz, amma elə gəzintimiz bu məqamda görürsünüz də qara buludlar başımızın üstünü ördü belə. Qayıdarkən yağışa düşdük. Özü də güclü, nəyi var, güclü bir yağışa düşdük. Elə dün su içindəydik də. Amma ki, yəni, həqiqətən də bir xoş təsir yarandı yağışın altında gəzmək. Düzdür, ondan sonra 2 gün özümə gələ bilmədim. Çünki bu ərəfələrdə biraz xəstə kimi idim. Yağış da islatdı məni. Sabahsı günü gördüm ki, daha da çoxaldı xəstəliyim, yəni qayıtdı. Amma eybi yox. Yəni dəyərdi xəstələnməyə. Yəni, yay ərəfəsində yağışın altında gəzmək həqiqətən də xoş bir şeydir. Nə qədər sevməsəm də bu yağış, tutqun, qış ümumiyyətcə fəslini bilirsiniz, sevmirəm, amma yayda xoş təsir elədi bir sözlə. Və elə qayıdandan sonra evə daha da gücləndi yağış. Burada da sizə güya ki, estetik video çəkmişəm bu təzə lampamla. Belə qızlar. Videom da burada sona çatır. Bu da deməkdir ki, sağollaşmaq vaxtıdır. Sona qədər izlədiyiniz üçün hər birinizə öz təşəkkürümü edirəm və videoma dəstək olmağı da unutmayın hər birinizdən. Yəni videonun əvvəlində dediyim kimi dəstək gözləyirəm. Öpürəm hər biriniz. Hələlik.